Verilmiş sözləri əlifba sırasından düzək, sıralayaq. Sözlər A və B hərflərindən başlayır. Gəlin görək, bu sözlərdən birinci hansı yazılmalıdır? Sizə bu cür tapşırıq veriləndə ən birinci sözlərin üzərində nömrələmə aparın, ondan sonra aşağıdan yazın. Baxaq görək birinci hansı gəlir. Əlifba sırasında ən birinci hərf hansıdır uşaqlar? A. Baxırıq ki, A-dan başlayan neçə sözümüz var? 1, 2, 3, 4 sözümüz var. İndi birinci hərflərindən heç nə başa düşmədik. Yəni bilmirik ki, Ağdam, Astara, Aran, Abşeron. Bunlardan hansını birinci yazaq? Biz sizcə birinci hansını yazarıq? Bunun üçün biz nə etməliyik? İkinci hərflərinə baxmalıyıq. Baxaq görək ikinci hərfləri. Burada G, burada S, burada B, burada R. Şimdi baxın. Düzdür. Çünki Abşeronun ikinci hərfi B, yəni hərfi G, S və R hərfindən daha öndə gəlir. Əlifbanı biz sayarkən B əlifbada ikincidir, amma G, S, R B-dən sonra gəlirlər. Ona görə də Abşeronu birinci yazırıq. Yazırıq Abşeron. Deməli, A hərfindən başlayan sözləri sıralayırıq. Abşeronu sıraladıq. 1. Birinci Abşeron. Üzərində burada yazsaq daha yaxşı olur. Son hərfini də üzərində yaza bilərik burada. 1. Və yaxud da ilk hərfin üzərində yazın. Yəni bilək ki, Abşeron birinci yazılmalıdır. 1. Yazdıq. İkinci hansı gəlir uşaqlar? Baxaq. Uşaqlar qaldı Ağdam sözü, Astara, bir də Aran. İndi baxaq. G birinci gəlirsə, yoxsa R. Gəlin əlifbanı sıralayaq. Əgər G hərfini desək və ya S-ni, R-ni desək dayanmalıyıq. A, B, C, Ç, D, E, Ə, F, G, R, H, X. Dedik. Dedik yaxın. Niyə dayanmadınız? Bir də A, B, C, Ç, D, E, Ə, F, G, R. G dedik mi? Deməli, R və S-ni hələ səsləndirməmişik, amma G-ni dedik. Deməli, ikinci hansı gəlir? Ağdam. 2 yazdıq. İndi yenə başlayırıq saymağa. Görək, R-ni birinci deyəcək, yoxsa S. Bir də başlayaq. A, B, C, D, E, Ə, F, G, R, H, X, I, I, J, Ç, G, R, H, M, N, O, Ö, P. Dedik uşaqlar. O zaman üçüncü hansı oldu? Aran. Əgər 3 Arandırsa, artıq saymağa ehtiyac yoxdur. 4 də S hərfi, ikinci hərfi olur Astara. İndi bundan sonra uşaqlar keçirik digərlərini yazmağa, sıralamağa. Buzovna, Bərdə, Bakı, B-dən başlayanları sıralayaq. İndi başlayırıq B-dən başlayanları sıralamağa. Uşaqlar, Bakı, Buzovna, Bərdə. Hansı birinci gələr? Üçü də B-dən başlayır. Bunlar birinci hərflərindən heç nə bilmədik. Amma ikinci hərflərinə baxın. Burada A, burada U, burada Ə. Hansı birinci gəlir? Bakı. O zaman bizim sıralamamızda 5-ci, 4 bayaq Astara yazmışdıq. 5-ci Bakı. 6-cı hansı olar? B, Ə, yoxsa B, U formasında olan sözümüz. B, Ə birinci gəlir də. A, U-dansa Ə əlifba sırasında birinci gəlir. Daha öndə gəlir. Buna görə 6-cı Bərdə olacaq. 7-ci isə Buzovna.